Aha. Deməli uşaqlar, ikinci sual. İkinci sualda bizə nə deyir? Deyir ki, düz xətli hərəkət edən iki maddi nöqtənin sürətlərinin proyeksiyasının zamandan asılı qrafikləri verilib. Əla. Bizə deyir ki, 16 saniyə sonra nöqtələr arasında məsafə. Baxın uşaqlar, ilk öncə bu düzbucaqlı üçbucağın sahəsini tapın. Katetlərin hasilinin yarısı. Katetlərdən biri 60, digəri 16-dır. 60-ı vur 16-ya böl 2 neçə eləyir? 480. İndi götür. Bu qırmızı ilə rənglədiyimin sahəsini hesabla. Bax. Nə oldu buna? Bir saniyə. Nəysə alınmır. Aha. Baxın, bu qırmızı ilə çəkdiyimi bu üçbucaq. Bu üçbucağın sahəsi. Bu da eyni şeydir, düzbucaqlı üçbucaqdır. S1 birinci 480-dir. S2 isə yenə eynidir. Bir katetlərdən biri Bura 60. 960 eləyir. Hə də o da 480 eləyir də. Deməli 60-ı vur 16-ya böl 2. Bu da bizə 480 verir. Deməli uşaqlar, və sahələri bir-birindən çıxın. Həm T-dən yuxarıdadır hər ikisi. Ümumi sahəni tapmaq üçün, yəni ümumi məsafəni tapmaq üçün S1 çıx S2 yazın. Bu da bizə verəcək 0. Cavab B variantı. Aydındır. Bəli. Ay sağ ol. Aha. Keçirik növbəti suala. Deməli uşaqlar, baxın 3-də bizə çaylarla bağlı bir sualdır. Birinci sən bilirik biz bunları. İlk öncə sizə bunu deyim ki, üzgüçünü bir sahildən digər sahilə aparan, yəni bir sahildən digər sahilə aparan onun y oxu üzrə sürətidir. Yəni VY sürətidir. Və sürət VY sürətidir. Əla, bunu bildik. Bizə bilirik ki, uşaqlar, çayın eni nədir? D ilə işarə edirik də. Bu D məsafəsini gedəcək. Çayın eni nədir? D-dir. Əla. İndi uşaqlar, bura baxın diqqətlə. Bura fikir versəz. Bu V çay var, V çay. Bir dama. Bu bütün üzgüçləri bir dama hara sürüşdürür? Sağa sürüşdürür. Əla. Onda birinci üzgüçünü bir dama sürüşdürsə hardan keçəcək? Fikir verin, mən bunları silirəm. Bax, birinci üzgüçün xətti silirəm. Biraz az eləyim. Bu xətləri silirəm. Yeni xətlər çəkəcəm, çünki hər birisini bir addım sürüşdürür. Əla. Demək uşaqlar, bax, birinci burada deyildi. Bir dama sürüşdürdü, gəldi bura. Hara? Düz bura. Bu nə oldu? Bir üzgüçüsü. Əla. İkincisi hardaydı? 2 nöqtəsində. Onu da bir dama sürüşdürdü. Hara gələcək? Bura. Bax, düz buradan keçəcək. Üçüncüsü buradaydı. Bunu da bir dama sürüşdürəcək. Hansı istiqamətdə? Baxın. Düz buradan gedəcək də. Oldu 3, oldu 2, oldu hansı? 1. So. Hamısını yazdım. Çünki çayın axın sürəti sağadır və bütün üzgüçləri bir dama sağa sürüşdürəcək. İndi gəlin baxın uşaqlar, bunların bizə ancaq VY, yəni onun sürətlərin şalqili toplananı lazımdır. Üfüqi istiqamətdə hərəkət etsəydi, mən bunların x oxu üzrə toplananları götürərdim. Amma üfüqi üzrə hərəkət etmədiyinə görə bunlar ancaq mənə bu şalqili toplananları lazımdır. Yəni y oxu üzrə sürətləri lazımdır mənə. Əla. Yaxşı, gəl baxaq hərəsinin y oxu üzrə sürətlərini tapaq. Baxın, gəl üçüncüdən başlayaq. Üçüncünün x oxu üzrə toplananı nəyə bərabərdir? Bax, 3 damadda buradan bura. Bura yazıram ki, Vx3 bərabərdir 3 dama. Yaxşı, y oxu üzrə toplananı nə qədərdir? 2 dama deyil. Əla. Yazacağım Vy2, daha doğrusu Vy3 bərabərdir 2 dama.
1 getdi, 3 getdi. İndi gəl ikinci 2-yə keçək. 2-yə keçək. Fikir verin uşaqlar, 2-nin x oxu üzrə proyeksiyası 1 damadır. Amma y oxu üzrə proyeksiyası isə 2 damadır. Deməli, bura yazacağım ki, vy2 bərabərdir 2 dama. Vy3 də 2 dama idi. Göründüyü kimi 1-ə fikir versəz, 1-in x oxu üzrə proyeksiyası yoxdur. V1x 0-a bərabərdir. Amma y oxu üzrə proyeksiyası var da 2 damadır. 1 dama, 2 dama. Əla. Bura qeyd edirəm ki, Vy1-in də proyeksiyası nəyə bərabərdir? 2 damadır. Əla. Əla. İndi uşaqlar, bizə bunlar arasında zamanlar lazımdır. Bir sahildən digər sahilə aparan onların y oxu üzrə sürətləridir. Y oxu üzrə sürətləridir. İndi fikir verin. Bu çayın eni d deyil, hər birində sabitdir də, düzdür? Onda biz ümumi düsturu yazanda nə yazırdıq? Yazırdıq ki, məsəl üçün v bərabərdir, yəni bunun y oxu üzrə sürəti bərabərdir. Çayın eni d-dir, bölünsün t. Ta ki 1-ə baxırıqsa t1 yazacağım. Yaxşı, mən buradan t1-i tapsam, həmin çayın enini böləcəm vy1-ə bərabərdir. D-ni böləcəm v1y-i nə tapdım? 2 tapmamışam. Böləcəm 2-yə. Əla. İndi getirəm t2. T2-ni də yazsam, yenə d-ni böləcəm vy2-yə bərabərdir. D-ni böləcəm vy2 nədir? O da 2 deyir sürəti. Əla. Bu da bölünsün 2. Yaxşı, t3-ü tapacam. T3 də bərabərdir. D bölünsün vy3. O da bərabərdir. D bölünsün. Vy3 nədir? O da 2 deyil. Aysa, o da 2-dir də. Onda uşaqlar, surətlər bərabərdir hər birində. Baxın, D-dir, D-dir, D-dir. Sürətlər bərabərdirsə, məxrəclər də bərabərdir. Hər birində 2-dir. Onda mən deyə bilərəm ki, burada T1 bərabərdir, T2 bərabərdir, T3-ə. Hə? Deyə bilərəm də. Düzdür uşaqlar? Bəli. Ay, sağ ol. Həmişə bax, bu çayın sürəti çox böyük rol oynayır. Bu bütün üzgüçləri bir dama sağa sürüşdürür. Bir dama sağa sürüşdürür bütün üzgüçləri. Aha. Keçirik növbəti suala. 4-cü suala. Deməli uşaqlar, bura mənə diqqətlə qulaq asın. 2 dənə cisimdir və V1 cismi x oxu istiqamətində hərəkət eləyir. V1 cismi x oxu istiqamətində hərəkət eləyir. V2 isə x oxunun əksinədir. Mənə deyir ki, əgər birinci cisim bərabər yavaşlayan, bu bərabər yavaşlayan eləyirsə əgər, göründüyü kimi sürəti x oxu istiqaməti nədir? 0-dan böyükdür, düzdür? Amma bərabər yavaşlayan hərəkət elədiyinə görə, bərabər yavaşlayan sürət təcillə əks istiqamət olmalıdır. Yəni, təcil 0-dan kiçik olmalıdır. Əla. İkinci cisim bərabər yeyinləşəndir. Buradan da göründüyü kimi sürət x oxunun əksinədir, 0-dan kiçikdir. Amma bərabər yeyinləşən olduğuna görə təcil də ondan eyni istiqamət olmalıdır. O da 0-dan kiçik olmalıdır. Əla. Deməli, ikinci təcil 0-dan kiçik, birinci təcil də 0-dan kiçik olacaq. Deməli, birinci təcil 0, hər ikisi 0-dan kiçik, cavab D variantı. Aydındır? Ay, sağ ol. Əla. İndi keçirik. Deməli, aha. 4-ü dedik. İndi keçəcəyik nəyə? 5-ci suala. Deməli uşaqlar, 5-ci suala baxırıq. 5-ci sual koordinatlarla bağlı bir sualdır.
Baxın uşaqlar, bu bir qrafikidir, bu da iki qrafikidir. Kim deyər mənə bir qrafiki hansı hərəkətin qrafikidir? Deyin elə. Yeyinləşən. Yeyinləşən hansı istiqamətdə yeyinləşən? X oxunun əksinə. Ay sağ ol. X oxunun əksi yeyinləşən. Yaxşı, ikinci qrafik. Hə uşaqlar? X oxunun əksi yavaşlayan. X oxunun əksi yavaşın. Əla. Yaxşı, sürətin zamandan asılı qrafiki necə olacaq bəs? Hə? D variantında kim olar? Baxın uşaqlar, birinci x oxunun əksi yavaşyandırsa, sürət zamandan asılı qrafikini çəksək əgər, sürətin zamandan asılı qrafiki, v-nin t-dən asılı qrafiki 1 əksi istiqamət olsa belə olacaq, 2 x oxunun əksi yavaşyan olsa isə belə olacaq. Cavab olacaq D variantı. Keçirik. 6-cı sual. Deyir ki, maddi nöqtə R radiuslu çevrə üzrə bərabər sürətli hərəkət eləyir. Bərabər sürətli hərəkət eləyir. Hansı müddətdən sonra nöqtənin yer dəyişməsinin modulu 0-a bərabər ola bilər? Uşaqlar, yer dəyişmə harda 0 olur? T bərabərdir tam periodda. Düzdür? Yəni təpə nöqtədə. Əgər cisim bu A nöqtəsindən hərəkətə başlayıb təzədən A nöqtəsinə gəlirsə, bir tam dövr eləyir. Yəni bir tam dövrə də sərf olunan zaman period adlanır və həmin yerdə onun sürəti və yer dəyişməsi 0-a bərabər olurdu. O da bir tam dövrədə. Cavab D variantı. Aydındır? Aysa. Baxırıq 7-ci suala. Baxırıq 7-ci suala. Uşaqlar, bu tangez alfa məsələləridir. Bunda 1000 dəfə sizə izah eləmişəm. Bax, bu bucağın tangesi nəyə bərabərdir? Deyin elə mənə. Tangez alfa A bölünsün R. Ay sağ ol. A bölünsün R'dir. Çünki bura A'dır, bu bitişik də R'dir. Əla. İndi mənə deyir ki, bucaq sürəti hansı ifadə ilə təyin olunur? Uşaqlar, deməli, çevrə üzrə bərabər sürətli hərəkət zamanı bucaq sürəti hansı ifadə? Bucaq sürətini də düz durub, baxın, deməli, bucaq sürət. Omega vurulsun. Nə yazırdıq? Deməli, omega vurulsun nə yazırdı uşaqlar? Bucaq sürəti. Omega kvadratı. R kvadratı. Necə? Omega kvadratı. Omega kvadratı. Ay sal, Omega kvadratı olur. Ay sal, omega kvadratı buraya. Yaxşı, məndən bucaq sürəti istəyir. Omega kvadratını buradan tapsam, A-nı bölə bilərəm R-ə. Düzdür? Yaxşı, A bölünsün R nədir məndə? Tangez alfa deyil. Tangens alfa olur. Kök altında kök altında tangens alfa olur da. Necə? Omega kök altında tangens alfa olur. Düzdür? Ay sağ ol. Onda biz omeganın kvadratını tangez alfa aldıq. Omeganın kvadratını biz tangez alfa aldıq, amma bizdən omega lazımdır. Hər tərəfi kök alırıq, olacaq kök altı tangez alfa. Aydındır? Cavab olacaq Y variantı. Əla. Keçirik 8-ci suala. Uşaqlar, 8-ci sualda nöqtələr verib. B nöqtəsi, C nöqtəsi. Baxın, saat əqrəbi istiqamətində hərəkət eləyir. Mənə deyir ki, A və B nöqtələr. Uşaqlar, əgər saat əqrəbi istiqamətində hərəkət eləyirsə, buna təsir eləyən, daha doğrusu sürət həmişə toxunan istiqamətdədir, düzdür? Deməli, C nöqtəsindən sağa olacaq, B nöqtəsindən isə sola olacaq. Əla. Sürətin istiqaməti üfüqi sola yönəlib, bu gedəcək hara? B nöqtəsinə. Sağa yönəlibsə C nöqtəsinə gedəcək. Deməli, klaviatura işarəsi gəldi bura, uşaqlar, heç nə elə bilmirəm. Getməz bu. Yəqin gedəcək, amma 1-2 dəqiqəyə deyəsən. Nəysə, bu sualı yazaq. 2. Hara gedəcək 2? 2 getdi bura. Təcilin istiqaməti şaquli aşağı yönəlib. Aşağı yönəliksə C nöqtəsində olmalıdır, düzdür? 3 gedəcək bura. O birisi nədir? Təcilin istiqaməti şaquli yuxarı. 1 gedəcək, 4 gedəcək bura. Çünki ən aşağı nöqtədədir. Ən aşağı nöqtədədir. Yer dəyişmənin modulu R kökdə 2-dir. R kökdə 2 harda olur uşaqlar? R kökdə 2. Hər ikisində.
R kökdə 2. Yerdəyişmənin modulu R kökdə 2. Mənə hə, bunun A nöqtəsindən başlayıbsa, hə, 4də 1-cə, düzdür, hər ikisi. Çünki A nöqtəsindən B də 4də 1 məsafədədir. 4də 1 məsafədədir. Həmçinin C də bunun 4də 3 məsafəsindədir. Düzdür? Əla. Və hər ikisində R kökdə 2 olacaq. 5 də gedəcək ortaya. Deməli, cavab nə olacaq? 1, 4, 5, 2, 3. Cavab olacaq A variantı. Aydındır. Bəli. Aha, keçirik. Bəli, müəllim. Keçirik. Deməli, 9-cu suala 9-cu suala fikir verin inşallah diqqətlə. Deməli, bizə nə deyir? Bizə deyir ki, sürüşməyə məruz qalmadan dirilənən diskin B nöqtəsinin yerə nəzərən sürəti V-yə bərabərdir. Diskin mərkəzinin O və A nöqtəsindən yerə nəzərən sürətlərini hesablayın. Baxın uşaqlar, biz burada deməli, biz burada sürətin düsturunu bilirik də. Sürətin düsturu nədir? Omega vurulsun R-dir, düzdür? Mərkəzləri bir nöqtədə, yəni çevrənin istənilən nöqtəsində bucaq sürətləri bərabərdir. Onda sürət sadəcə R-ə baxılacaq. Yəni mərkəzdən olan, daha doğrusu yer səthinə olan məsafəyə baxılacaq. A nöqtəsi yerdə olduğuna görə uşaqlar, bunun yerdə olan məsafəsi 0-a bərabərdir. R-i 0-a bərabərsə, onda biz yazarıq ki, bunun A nöqtəsindəki sürəti 0-a bərabər. Çünki sürəti 0-ı nəyə vursan, cavab 0 edir. O nöqtəsindəki sürəti, mənə deyir ki, B nöqtəsindəki yerə nəzərən sürəti V-yə bərabərdir. Bax, B-nin sürətini mənə verib, nəyə bərabərdir? V-yə. Yaxşı, B-nin yerdən olan məsafəsi nə qədərdir uşaqlar? R, 2R deyil. O nöqtəsinin yerdə olan məsafəsi nə qədərdir? R deyil. Onda məsafə 2 dəfə azalıbsa, sürət də 2 dəfə azalmalıdır. O nöqtəsindəki sürət olacaq V böl 2. Əla. Demək uşaqlar, A nöqtəsindəki sürət 0, B nöqtəsində sürət V, O nöqtəsindəki sürət V bölünsün 2-dir. Aydındır. O da bilmirəm hansı variantı, çünki mən bunu görmürəm burada variantları. Deməli, A nöqtəsindəki 0, B nöqtəsində V bölü 2, O nöqtəsində V bölü 2 cavab D. Keçirik. Əslində bu 10-cu sual var. 10-cu sual xətalı sualdır. Bunu normalda salmamalıdırlar qəbula. Niyə? Çünki deformasiya etməyən bir ip üzərində və yaxud da çubuq üzərində, çubuğun istənilən nöqtəsində sürətlərin bir-birinə nəzərən sürəti 0-a bərabərdir. Yəni 0-a bərabər olmalıdır əslində. 0-a bərabər olmalıdır, amma burada biraz fərqlilik var. Niyə? Bu sual əslində səhv tərtib olunur. Çünki burada cavab əslində 0 olmalıdır. Çünki biz müəllimlərlə müzakirə eləmişik bu sualı. Burada cavab 0 edir. Sadəcə burada o məntiqlə getməyiblər. Burada omeqalara görə gediblər. Omeqalara görə gediblər. A nöqtəsinin mərkəzdə olan məsafəsi R bölünsün 2-dir. Və mənə deyir ki, A nöqtəsinin sürəti V-dir. Bura yazacaq ki, biz VA bərabərdir 2-yə. Yaxşı, A nöqtəsinin yerdə olan məsafəsi 2-dirsə, B nöqtəsinin yerdə olan məsafəsi nədir? R deyil, 2 dəfə radiusu çoxdur da. Onda B nöqtəsinin sürəti, mən bura nə yazdım? A nöqtəsinin sürətinə 2 yazdım. 2 hardan gəldi? 2 mən yazmışam. Bunu silim. A nöqtəsinin sürəti V-dir. B nöqtəsinin sürəti radius 2 dəfə böyük olduğuna görə sürət də 2 dəfə böyük olacaq. 2V. İndi uşaqlar, bizə deyir ki, fırlanan disk üzərində götürmüş A nöqtəsi sürəti V-dir, B nöqtəsi sürəti. İstənilən bir dənə istiqamət götürək. Gəl saat əqrəbi istiqamətində götürək. Saat əqrəbi istiqamətində götürək ki, bu disk fırlanır. Yaxşı, A nöqtəsinin sürəti aşağı istiqamət olmaz, fırlanan tərəfə. B hansı tərəf olacaq? B yuxarı olmaz. Ay sağ. 2V ilə yuxarı, V ilə aşağı. İndi mənə deyir ki,
B nöqtəsinin A nöqtəsinə nəzərən nisbi sürətin hesabını, nisbi sürət istəyir bizdən. Nisbi sürət. Onda bunlar əks istiqamət olduğuna görə yekun sürət olacaq 2V, əks istiqamət olduğuna görə toplanılacaq. 2V plus V, bu da bizə verəcək 3V. Cavab A variantı. Aydındır. Burada bu məntiqlə gedib. Başa düşdünüz uşaqlar? Bu itmədi. Mən bunu necə itirim? Mənə qulaq asın. Bu klaviatura şəkli sizdə də görsənir. Xeyr. Sizə görsənmir. Amma məndə görsənir uşaqlar. Yəni Ben şəkli yox, amma hərdən birdən səsi gəlir. Bu girib çıxmaq səsi. baxın uşaqlar, belə bir klaviatura gəlib ekrana. Mən sadəcə kiçik bir hissədə yaza bilirəm. Atıram qrupa baxın. Bilmirəm mən bunu necə itirim, neynim. Bütün əsəblərimə toxunur. Bir sıfatçılıq deyib onda. Müəllim bəlkə çıxıb yenidən girək. Yox uşaqlar ondan deyil. Bu kompüter sən donubdur, nədir, bilmirəm heç. Bilmem, siz bilirsiniz nə eləmisiniz? Bu kompüterin aşağı çubuğu var, göstəricəsi. Aşağıda bu proqrama girmək üçün alət var. Bilmirəm bu klaviatura niyə gəlib bura, bilmirəm. Mən bunu itirə də bilmirəm. Mən orada əlinizi klaviaturaya vurmuşsunuz. Ekrana ait klaviaturaya çıxır. Onu bağlayın burada. Nətər bağlayayım bunu mən? Sağ aşağı tərəfin şəkilini atın. Aşağıda heç nə görsənmir də, görmürsən ekranda. Heç nə görsənmir. Task bağlar heç nə görsənmir. Nəysə, məcbur bu kiçik alanda yazacağam da cəhənnəmə. Uşaqlar 11-ci suala baxırıq. Deməli deyir ki, bir disk üzərində bax yenə eyni sualdır. A və B nöqtələri, A nöqtəsinin sürəti 0. Deməli B nöqtəsinin sürəti O nöqtəsinin sürətindən 2 dəfə çoxdur. Niyə? Çünki radiusu 2 dəfə ondan çoxdur. Bu 2R-dirsə, bu R olacaq. Onda yazacağım ki, B nöqtəsinin sürəti bərabərdir 2 vurulsun O nöqtəsinin sürəti. A-dakı sürət də təbii ki də 0-a bərabərdir. Cavab B. Keçirik 12-ci sual. 12-ci sual qayışlı ötürmə həm də mərkəzləri bir nöqtədə olan disklərdir. Mənə diqqətlə qulaq asın. Deyir ki, 2 disk qayışlı ötürmə vasitəsilə fırladılır. Bir nöqtəsinin dövr etmə periodu T olarsa, baxın uşaqlar, 1 ilə 2, bura yazdıram, 1 ilə 2 mərkəzləri bir nöqtədə olan disklərdir. Amma 2 ilə 3 isə qayışlı ötürmədir. Qayışlı ötürmə. Qayışlı ötürmə. Deməli, 1 nöqtəsinin dövr etmə periodu T olarsa, biz də bilirik ki, 1 və 2 mərkəzləri bir nöqtədə olan disklər olduğundan, burada periodlardır, tezliklərdir, bucaq sürətləri, dövrlərin sayı hamısı sabitdir. Onda elə 2 nöqtəsinin də dövr etmə periodu nə olacaq? T2 bərabərdir, T olacaq. Yaxşı, mənə deyir ki, 3 nöqtəsinin dövr etmə periodu nəyə bərabərdir? Radiuslarda verib bizə. İkinci kürənin, yəni böyük kürənin radiusu 2R-dir, kiçik kürənin radiusu R-dir. Yəni üçüncünün radiusu R-dir. Və biz də bilirik ki, qayışlı ötürmədə period radiusdan düz asılıdır. Əgər 2R-də T-dirsə, R-də olacaq T bölü 2, yəni A variantı. Başa düşdünüz uşaqlar? Bəli. Bitmir bu. Göz dəydi kompüterə. Aha. Deməli uşaqlar, baxın bu sual Newton qanunlarına bağlıdır. İşləmişik sizinlə, tənasüb yolu ilə işləmişik hətta. Bizə deyir ki, F qüvvəsi ilə M kütləli dartılır, sabit ayarına gəlmir. Siz mənə deyin görün, bu F qüvvəsi neçə dənə cismi sağa dartır? Bir bunu dartır, bir də bunu dartır da, düzdür? Ümumi neçə kütləni dartır? 4M deyir, şükür Allah. 4M deyir uşaqlar. 4M-i F qüvvəsi dartır. Əla. Yaxşı, bu T gərilmə qüvvəsi təkcə bunu dartmır. 3M dartır. Ay sağ, bura yazır ki, 3M-i nə dartır? T dartır. Əla. İndi mən buradan T-ni tapsam,
Tənasüb yazacağam. F-i vuracağam 3m-ə. Böləcəm nəyə? 4m-ə. M-lər gedəcək, cavab qalacaq 4-də 3 F. Su. 4-də 3 F cavab D variantı bitdi getdi. Aydındır? Bəli. Əla. Deməli uşaqlar, cisim 78 Newton qüvvənin təsiri ilə hərəkət edir. 78 Newton qüvvənin təsiri ilə hərəkət edir. Yazırıq bura. F bərabərdir 78 Newton. 50 metr yolda. Yolu nə qədərdir? 50 metrdir. Sürətini V0 yazıram 5-dən. Axırıncı sürəti nə qədərdir? 8-ə qədər artıb. Onun kütləsi M bərabərdir sual işarəsi. Həmçinin təcili də buradan tapmalıyıq. Uşaqlar, biz buradan təcili tapmaq üçün, bax bu düstur. Bərabər təcili hərəkət olduğuna görə V kvadratı çıxılsın V0 kvadratı bölünsün 2A düsturundan getməliyəm. Buradan A-nı tapsaq, olacaq V kvadratı çıx V0 kvadratı bölünsün 2S bərabərdir. V nə qədərdir? 64. 8-dir, 8-in kvadratı 64. V0 5-dir, 5-in kvadratı 25. Bölünsün 2 vurulsun 50. 50, əla. 64-dən uşaqlar 25 çıxın, nə qədər qalır? Hə? 64-dən 25 çıxanda nə qədər qalır? 39. Ay sağ ol. 39. 39, aşağıda qaldı 100. Əla. Deməli, mən təcili tapdım, %39 elədi. İndi təcili tapdımsa, F bərabərdir M vurulsun A düsturundan. M-in yerinə F bölünsün A yazacağım. Bu da bərabərdir. F nə qədərdir? 78. A neçə tapdım? 39, yəni %39. Bu da bərabərdir. 78 vurulsun 39-da 100. Burada 78-i 39-a böləndə sizin qiymətiniz 2. 2-ni də 100-ə vuranda 200 kiloqram. Cavab A variantı. Aydındır. Belə suallar qəbula düşən suallardır. Belə suallar qəbula düşən suallardır. Niyə də düşməsin? Sual verərəm ki, niyə düşməsin? Baxırıq 15-ci suala. Baxın uşaqlar, bizə deyir ki, biraz görsənməsə də bərabər təcili hərəkət edir. Bərabər təcili hərəkət etməsi üçün təcil sabit qalmalıdır. Konstant. 0 yox ha, konstant. Həmçinin qüvvə də sabit qalmalıdır. Qüvvənin sabit olduğu hal haradır? Buradır. AB. Yalnız AB D variantı. Keçirik 16-cı suala. 16 burada bucaqlarla bağlıdır. Qüvvəni verib müəyyən bucaq altında. 16 kim çətinlik çəkir? Səsi açsın, desin ki, müəllim, mən çətinlik çəkirəm. Deməli uşaqlar, deyir ki, bizə üfüqi səthi üzrə sürtünməsiz hərəkət edən 25 kiloqram. Bax, bir dənə cisimdir, M kütləli cisimdir. M kütləli cisimdir, 25 kiloqram. Və hansı səthi üzrədir? Üfüqi səthi üzrə. Deyək ki, bu üfüqi istiqamətdədir. Buna 60 dərəcə bucaq altında 200 Newton qüvvə təsir edir. Bax, bu istiqamətdə 200 Newton qüvvə təsir edir. Neçə dərəcə bucaq altında? 60 dərəcə. Burada 60 dərəcədir. Və bizə deyir ki, cismin təcilin proyeksiyası hesablayın, sürtünməsiz, sürtünmə qüvvə yoxdur. Yəni, bu yoxdur. F sürtünmə yazırıq ki, nədir? 0-a bərabərdir. Bunda uşaqlar, biz əgər müəyyən bucaq altında bizə qüvvə veribsə, biz onu proyeksiyalara ayırdıq. Bir onu X oxu, yəni absiz oxu üzrə proyeksiyası, buna Fx deyəcəm. Bir də bunun Y oxu üzrə proyeksiyası Fy deyəcəm. Və mənə deyir ki, cisim yalnız üfüqi istiqamətdə hərəkət edir. Yəni, bunun şaquli hərəkəti yoxdur. Yuxarı gedən qüvvələrin cəmi, aşağı gedən ağırlıq qüvvə ilə reaksiya qüvvə, bir dənə də Fy qüvvələrin cəmi bir-birini tarazlaşdırır. Biz sadəcə bunu üfüqi istiqamətdə aparan qüvvələrə baxacağıq. Və biz də bilirik ki, bucağa bitişik tərəf nədir? F'in kosinus hasilidir də, kosinus alfa.
Bu tərəfi nədir? F sinus alfa, düzdür? Əla. Onda əgər sürtünmə yoxdursa, F sürtünmə sıfırdırsa, əvəzləyici qüvvə nəyə bərabər olar? Sadəcə bunu üfüqi istiqamətdə aparan qüvvəyə, yəni F kosinus alfaya. Əla. Onda məndən təcil istəyirsə A bərabərdir. F vurulsun kosinus alfa bölünsün M yazacağım. Bu da bərabərdir. F nə qədərdir? 200 vurulsun kosinus alfa nə qədərdir? 0,5 bölünsün kütlə nə qədərdir? 25. Bu da bərabərdir. Yuxarıda 100 verir mənə, aşağı 25 verir. 100-ü də 25-ə böləndə neçə eləyir uşaqlar? 4. Ay sağ ol. Bu səfər sizin qiymətinizi vermədi. Neyse. Cavab başa düşdünüz uşaqlar? Və bu haqda biraz danışım. Yəni buna təkcə bu qüvvələr yox. Buna həmçinin yuxarı doğru reaksiya qüvvəsi, aşağı doğru mg ağırlıq qüvvəsi təsir edir. Amma mən bunu nəzərə almayacağam. Niyə? Mənə üfüqi səth üzrə hərəkət lazımdır. Yəni bu onsuz da bu mg ilə n ilə f sinus alfa bir-birini tarazlaşdırır. Yuxarı gedən qüvvələrin cəmi f sinus alfa bərabərdir onsuz mg-yə. Yəni bunu aşağı dartan ağırlıq qüvvəsi yuxarı dartan bu iki qüvvəyə bərabərdir. Onda bu cisim yalnız üfüqi istiqamətdə, yəni yalnız sağa hərəkət eləyəcək. Sürtünmə də o yoxdur. Onda əvəzləyici qüvvə m-a bərabərdir f kosinus alfadır. Aydın oldu? Bəli. Ay sağ ol. Əla. Keçirik 17-ci suala. Buraları silək, daha silməyək. Onsuz bilirik ki, 2 dənə cisimlərdir də. Mənə deyir ki, Euler-Venn diaqramında hərəkət istiqamətləri göstərilmişdir. Cisimlər üçün uyğun bəndləri müəyyən Baxın uşaqlar, x oxu istiqaməti bu tərəfədir, amma biz bilirik ki, qüvvənin istiqaməti haradırsa, təcil də o tərəfədir. Deməli, birinci cisimdə həm sürət sıfırdan kiçikdir, həm də təcil sıfırdan kiçikdir. Deməli, birinci cisim necə hərəkət edir? X oxunun əksinə yeyinləşən, düzdür? Amma ikinci cismə fikir versəz, həm sürət sağadır, həm də təcil sağadır. Deməli, bu x oxu istiqamətində yavaşkən hərəkət edir. Daha doğrusu yeyinləşən hərəkət edir. Nə yavaşkən? Yeyinləşən hərəkət edir. Əla. İndi gəl baxaq. Bizə deyir ki, x oxu istiqamətində bərabər yeyinləşən bu ikinci cisimdir. Bura gedəcək. X oxunun əksi bərabər yeyinləşən bura gedəcək. Sürət və təcilin istiqaməti eynidir. Hər ikisində sürət və təcilin istiqaməti eynisə, yəni birincidə mənfidir hər ikisi, ikincidə də hər ikisi müsbətdir. 3 ortaya getdi. Təcilin istiqaməti x-in istiqamətinə yönəlir. Təbii ki də təcil bu tərəfəsə, x də bu tərəfədir. Üçüncüyə gedəcək. Təcilin istiqaməti x-in əksinədirsə birinciyə gedəcək. Vəsə, məsələmiz həll oldu. 2, 5, 3, 1, 4. Cavab C. Baxırıq 18-ci suala. 18-ci sualda isə uşaqlar, baxın, müəyyən mən cismi sərbəst atıram, o yerə çatana qədər yeyinləşən hərəkət eləyəcək də. Yəni, sərbəst düşən cismin hərəkəti necə idi? Demişdim sizə ağırlıq qüvvəsində. Demişdim ki, o 1 saniyədə 5 metr yol gedir, 2 saniyədə 15 metr yol gedir, 3 saniyədə 25 metr yol gedir, 4 saniyədə isə 35 metr yol gedir və s. Yəni 10-10 arta gedir. İndi deyərsiniz müəllim, bu 5, 15, 25 havadan düşdü. Yox uşaqlar, havadan düşmədi qətiyyən. Bu cisim özü havadan düşür, o heç. 5, 15, 25 havadan gəlməyib. N-ci saniyədə gedilən yolun düsturudur. H bərabərdir. J bölünsün 2, vurulsun 2N minus 1. N-in yerinə 1 qoyun uşaqlar, J də 10-dur. 10 bölünsün 2, birinci saniyədə 2 vur 1, çıx 1. Verdi bizə 5 metr, əla. İkinci saniyə, 10 bölü 2 vurulsun, 2 vur 2, çıx 1. Verdi bizə 15, verdi. 3 qoysa, 4 qoysa, nə bilim, nə qoysaz, onun arta gedəcək. Onda əgər bu hündürlük arta gedirsə, deməli bunun sürəti get-gedə artır da, əla. Onda yerə dayananda sürəti ən böyük olursa, yerə yaxın olan yerdə sürəti daha böyük olacaq. Sürət daha böyükdürsə, deməli P bərabərdir N vur V-dən, V2 böyükdürsə V1-dən, P2 də böyük olacaq P1-dən. Aydındır? Əla. İndi baxırıq qüvvələrə. Uşaqlar, bu sərbəst düşürsə, bunun çəkisi nəyə bərabərdir? 0-a bərabərdir.
Çəki sıfıra bərabərdirsə, əgər çəki sıfıra bərabərsə, ona təsir edən qüvvələr də bir-birinə bərabərdir və təcirlər də bir-birinə bərabər olacaq. Onda qüvvələr də bir-birinə bərabər olacaq. F1 bərabərdir F2, amma P2 böyükdür P1-dən. Başa düşürsünüz uşaqlar? Bəli. Aydındır uşaqlar? Bəli. Ay sağ olun. Bir saniyə, burada kim yoxdur? Sevinç, Ella, Nihat. Bir saniyə, bu uşaqlar haradadır? Bunu niyə əsəbləşdirirlər məni? Dərsə gəlin. Görək yığın bir-bir qoşma dərsə. Nəysə. Baxırıq uşaqlar. Deməli 19-cu suala. 19-cu sual ağırlıq qüvvəsinə bağlı bir sualdır. Bu qayda PDF-ində də var. Qayda PDF-ində də var. Deməli qayda PDF-ində də var. Deməli uşaqlar, baxın, bu necə hərəkətdir? Çevrə üzrə hərəkət deyil, ay sağ olun. Və biz sizə deyim, bunu 1000 dəfəsə izah eləmişəm. Bax, belə suallarda həmişə h maksimal bərabərdir V0 kvadratı bölünsün 2c yazırsınız. Çevrə üzrə hərəkət olduğuna görə V0-ın yerinə də tezlik olduğuna görə 2πr vur n yazırsınız. Kvadrata yüksəltsəz, olacaq 4 pi kvadratı n kvadratı n kvadratı. Gəlin yerinə yazın. Yazın. Deməli 4pi kvadratı r kvadratı n kvadratı bölü 2c. Bu da bərabər olacaq 2pi kvadratı r kvadratı n kvadratı bölü c. 2'lər getdi. İndi h maksimal tezlikdən necə asılıdır uşaqlar? Kvadratik düz deyil. Ay sağ ol. İndi döyüşmə tezliyini 2 dəfə artırdıqda maksimal hündürlük onun kvadratı qədər artacaq. Yəni 4 vur h olacaq. Cavab C. 20-ci sual sürtünmə qüvvəsi ilə bağlı bir sualdır. Bu da keçən dəfə izah eləmişdim. Tangens alfa ilə gedilir bu sual tapılır. Tangens alfa ilə uşaqlar. 1 və 2 bir düz xətt üzrə olduğuna görə onların tangensləri bərabərdir. Biz elə gözümüzü bağlayıb deyə bilmərik ki, 1 və 2 bir nöqtə bir düz xətt üzrə olduğuna görə bir-birinə bərabər. Yaxşı, bir düz xətt üzrədir. Nəyə görə bərabərdir? Ona görə ki, buna bir alfa 3 desək, bunlara da bir alfa desək, görünür ki, alfa böyükdür də alfa 3-dən, düzdür? Və sürtünmə qüvvəsində düsturu mü vurulsun n olduğundan, mü-nü mən buradan tapsam, F sürtünməni n-ə böləcəm. F sürtünmə də bölünsün n bizə tangens alfanı verəcək. Tangens alfa. Niyə görə? Çünki qarşı xəttin bitişik xəttə olan nisbəti. Tangens alfa da bütün rüblərdə artan funksiya olduğuna görə bucağı artırsa, deməli tangesi də artır. Onda biz bura deyə bilərik ki, tangens alfa 1 bərabərdir tangens alfa 2-yə. Bu böyükdür tangens alfa 3-dən. Həmçinin μ1 də bərabərdir μ2-yə, böyükdür μ3-dən. μ1 bərabərdir μ2-yə, böyükdür μ3-dən. C variantı. 21-ci sualdır. 21-ci sual uşaqlar, sürtünmə yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən cisim yavaşın hərəkət eləyəcək və tormuz müddəti var, bir də tormuz yolu var. V0 kvadratı bölünsün 2A düsturu var. İndi uşaqlar, sizə bir şey deyim. Nə tormuz müddəti, nə tormuz müddəti, nə də ki tormuz yolu heç biri kütlədən asılı deyil. Bunu yadınızda saxlayın. Kütlədən asılı deyil. Burada 2m verib, n verib. Buna qətiyyən baxmırsınız. Sadəcə sürətlərə baxırız. V0, 2V0. Və tormuz yolu da onun kvadratından asılıdır. Onda biz bura yazacağıq ki, S2 S1-dən 4 dəfə fərqlənəcək. Yəni 4 vurulsun S1 olacaq. Niyə? Çünki 2V0-dır. S2 bərabərdir 4S1. Cavab A variantı. Keçirik 21-ci
ikinci suala. Buraları silək. Buraları silək. Deməli uşaqlar, biz burada bayaq dediyim kimi, biz burada artıq qüvvələrin müəyyən bucaq altında hərəkətindən baxacağıq. Baxın, 3 dənə cisim çəkəcəm. Birinci cisim. Biz bilirik ki, buna nə təsir eləyir? Aşağı doğru ağırlıq qüvvə, yuxarı doğru nə təsir eləyir? Reaksiya qüvvə. Bir də bu istiqamətdə buna F qüvvəsi təsir eləyir də, düzdür? Ay sağ. İndi biz bunu 2 dənə proyeksiyalara ayırırdıq. Bu proyeksiya bunun F kosinus alfası idi, bucağa bitişik tərəf. Bu qüvvə isə aşağı qüvvə F sinus alfa idi. Əla. Onda uşaqlar, yuxarı gedən qüvvələr mənə deyir ki, üfüqi müstəvi üzrə sükunətdə. Üfüqi müstəvi üzrə sükunətdədir bu. Bu deməkdir ki, bu F kosinus alfa nəzərə alınmır. Onda bu cisim ya şaquli hərəkət edir yalnız. Yuxarı gedən qüvvələrin cəmi aşağı gələn qüvvələrin cəminə bərabər olmalıdır. Yəni, burada yuxarı gedən bir dənə N-dir, aşağı gedən həm mg ağırlıq, həm də F sinus alfadır. Bu 1, M1 yazırım bura. İkinci cismi çəkirəm. İkinci cismə sadəcə bir dənə F qüvvəsi təsir edir. Heç bir bucaq altında deyil, sadəcə perpendikulyar istiqamətdə. Mg, bu istiqamətdə F qüvvəsi, yuxarı istiqamətdə isə reaksiya qüvvə. Yenə bura yazacağım ki, bura N2 yazacağım. N2 bərabərdir Mg plus F. Üçüncü cisim isə müəyyən alfa bucağı altındadır. Bu səfər yuxarı istiqamətdə təsir edir və bu istiqamətdə. Biz də bunu 2 proyeksiyalara ayırdıq. Buna biz F kosinus alfa dedik. Yuxarı istiqamətdə olana isə F sinus alfa dedik. Həmçinin buna bir dənə yuxarı doğru da N reaksiya qüvvəsi, bir də aşağı doğru Mg təsir edir. Onda mən buradan reaksiya qüvvə, yuxarı gedən qüvvələrin cəmi, yuxarı hansı qüvvə gedir? Bu, bir də N. Yazacağım ki, N3 yazıram bura. Yazacağım ki, N3 plus F sinus alfa bərabərdir Mg-yə. Onda mən buradan N3'ü tapsam, olacaq Mg çıxılsın F sinus alfa. Əla. Onda gəl bunları bir-bir burada qeyd eləyək. Tapdıq da bütün reaksiya qüvvələri. N2'ni tapdıq. Oldu nə? Mg plus F. N3'ü tapdıq uşaqlar. N3'ü tapdıq. Mg çıx F sinus alfa. Onda uşaqlar, burada ən böyük hansı olacaq sizcə? N1'də niyə tangens deyil ki? Niyə tangiz olsun ki? Biz demədik ki, bucağa bitişik tərəf kosinus, y proyeksiyası isə sinusdur. Burada da bucağa bitişik tərəf bu istiqamət olduğuna görə kosinus, digər yuxarı tərəf, yəni y toplananı sinus olacaq. Aydındır? Bəli. Aha. İndi uşaqlar, M1'i tapdıq, Mg plus F sinus alfa, N2'ni tapdıq, Mg plus F, N3'ü tapdıq, Mg çıx F sinus alfa. Yaxşı, burada ən böyüyü və yaxud ən kiçiyi necə olacaq? Deyim sizə. Demək uşaqlar, burada ən böyüyü N2 olacaq. Niyə? Çünki biz istənilən bir dənə ədədi sinusa vuranda o azalır da. Çünki sinus 0 ilə 1 arasında deyil, 0 ilə 1 arasındadır uşaqlar. Düzdür? Alfa bucağı. 0 ilə 1 arasındadır. Siz istənilən bir ədədi 0 ilə 1 arasında vuranda o azalacaq. Deməli, burada ən böyüyü N2'dir. Ən böyüyü N2'dir. Daha sonra bu plusdur. Burada isə minusdur. Daha sonra N1'dir. Daha sonra isə N3'dür. Çünki minus var orada. Əvəzləməni yaparsaq, olacaq N2 böyükdür N1, böyükdür N3. Cavab olacaq B variantı. Aha. Gəldik əsas məsələyə. Və bu 48 dənə sualın içində deyərdim ki, ən maraqlı suallardan biri məncə 23'dür. 23'ü kim düz yazdı? Cavabı nə alıb 23'də? Deyin elə. Uşaqlar, 23-cü sual, inanmıram siz toplularda görəsiniz bunu. Görmüsünüz? Görən varsa desin ki, görmüşəm, işləmişəm hardasa.
Hə? Kim işləyib bunu? Belə sual kim işləyib ümumiyyətlə? Nə almısınız? Xədicə, nə yazmısan bura? Yazmamış. Yaxşı, Mədinə nə yazmısan? A variant. A variantı. Aydan nə yazmısan bura? Müəllim, mən saxlamışam sizlə bir yerdə həll edeyim. Şamar sən nə yazmısan bəs? Yazmamışam. Bildim. Mənə qulaq asın. Gülsüm dərsdədir. Gülsüm dərsdəsən? Mən səndən sual cavab elədim bayaq. Bunlar yoxdur ki. Bunlar hara gedib? Gülsüm, Gülnur. Bunlar yoxdur. Demək uşaqlar, bir dənə bu 23-cü sualı düşünün. Görün hələ necə yaza bilərsiniz. Düşünün hələ. Ana bunlar. Gülsüm, dərsə gəlin. Aha. Nəysə uşaqlar, baxın, diqqətlə qulaq asın mənə. Kim yaza bilməyibsə, mənə diqqətlə qulaq assın. Demək uşaqlar, baxın, bir dənə gəlin çevrə çəkək. Bu olsun mənim çevrəm. Çevrəyə oxşamadır, amma oxşadaq da neyniyək? Bu çevrənin mərkəzidir. Bu çevrənin mərkəzidir. Baxın uşaqlar, bir nöqtəsi ən təpə nöqtəsində bir dənə cisimdir. Bu cisim bir nöqtəsində olanda ən təpədə olur. Bura bir nöqtəsi götürürəm. Ən aşağı hissədə olanda isə 2 nöqtəsi. Əla. İndi bu cismin uzunluğu ipin uzunluğu götürək. İpin uzunluğu nə qədərdir? 30 santimetrdir. Bu ipin uzunluğuna mən radius deyəcəm. R deyəcəm. Bu ipin uzunluğuna da mən R deyəcəm. İndi uşaqlar, siz mənə diqqətlə qulaq asın. Diqqətlə qulaq asın. Baxın. Bax, bu cisim buradadır. Düzdür. Cisim ən aşağıdadırsa ona aşağı doğru ağırlıq qüvvəsi təsir eləyir. Təsir eləyir. Amma mərkəzə qaçmaq təcili. Təcil yuxarı təsir eləyər buna. Ay sağ, təcil yuxarıdır. İndi ip aşağıdırsa, təbii ki də buna tən mərkəzdən nə təsir eləyir? İpin gərilmə qüvvəsi də T də yuxarı olacaq. Deməli yazacağam ki, bura T də hara olacaq? Yuxarı. Və buna nə deyəcəm? Buna mən T2 deyəcəm. Əla. Deməli, mən T2 gərilmə qüvvəsini tapdım, düzdür? T2-ni tapdım ki, uşaqlar, həmişə yadda saxlayın. T gərilmə qüvvəsi ipin sancdığı nöqtə. İp haraya bərkidilib? Bax, bu nöqtəyə. Ona görə T2 yuxarıda olacaq. Əla. İndi bu aşağıda olanda buna təsir edən qüvvə mg aşağı, A təcil həmişə bu mərkəzə doğru yönəldir. T2 də yuxarıdır. Onda mən buradan Newtonun ikinci qanunu yazsam, yazacağım ki, m-a bərabərdir. Yuxarı gedən qüvvə T2-dir. T2-dən çıxacam mg-ni. Onda mən buradan T2-ni tapsam, T2 nə olacaq? T2-ni tapsaq, uşaqlar, T2 nə olacaq? Olacaq ki, mg plus m-a. Düzdür? Ay sağ, əla. İndi getdik biz birinci, ən yuxarı nöqtədə olanda, yəni burada olanda buna nə təsir edir? Uşaqlar, burada olanda buna ağırlıq qüvvəsi təsir edir, mg. Həmişə mərkəzi aşağı doğru çəkir. Təcil aşağı doğrudur, çevrənin mərkəzinə. İndi baxırıq gərilmə qüvvəsi. Uşaqlar, gərilmə qüvvəsi istiqamətcə əks, qiymətcə bir-birinə bərabərdir. Əgər T2 yuxarıdırsa, gərilmə də onun əksinə, yəni aşağı olacaq. Gərilməni ayrı rənglə götürüm. Baxın, gərilmə də ipin bərkidiyi yerə olacaq. İp hara bərkidilib? Bu nöqtəyə. Onda T1 gərilməsi də aşağı olacaq. Əla. Mən bu ən aşağı nöqtədə olan gərilməni yazdım. İndi ən yuxarı nöqtədə olan gərilməni yazıram. Ən yuxarı nöqtədə olan gərilmə.
Deməli, yenə yazacağam ki, buradan MA bərabərdir MA bərabərdir MJ plus T1. Onda mən buradan T1'i tapsam, nə yazacağam? MA-dan çıxacağam da MJ-ni, düzdür? Hə, uşaqlar. Ay sağ ol, əla. İndi uşaqlar, mərkəzi qaçma təcilin düsturu nə idi? Təcilin düsturu V kvadratı bölünsün R deyildi. Əla. Və bu qalsın tüklər demişkən cəhdə. Müəllim, bir sual verə bilərəm. Aha. Burada ikincisində A-da yuxarı yönəlmişdi, T də yuxarı yönəlmişdi. Biz də onda M-A-nı bərabər nədik? T2 ilə Qüvvədən aşağı bu bizim çıxdı. tapaq. Bəli. Aha. Bəs burada birincisində 3-ü də aşağıda axı. Olsun da Onlar üstü necə olsa onda əvəzləyici qüvvə var ha, bu MA. Bu MA əvəzləyici qüvvədir. Əvəzləyici qüvvə əgər hər ikisi eyni istiqamətsə toplayırıq. Əks istiqamətsə aşağıdakı kimi çıxmalıydıq. Amma ikisi də həm T1 ilə MJ aşağı olduğuna görə toplamalıyıq. Aydındır? Bəli, anladım. Çox sağ olun. Buyur. Aha, indi mən buradan T1'i tapdım, MA çox MJ, T2'ni tapdım, MJ plus MA. İndi bunları səliqəli şəkildə bura yazaq. İndi məndən nə istəyir? Gedirik, qayıdırıq məsələmizə. Bizə deyir ki, bunu elə bir sürətlə fırladın ki, gərilmə qüvvəsinin ən yuxarı nöqtədəki gərilmə qüvvəsinə nisbət. Hə, ipin ən aşağı nöqtəsi. Ən aşağı nöqtədə gərilmə nədir? T2 deyil. Buradan yazıram ki, T2'nin T1'ə olan nisbəti bizə 2 versin. Bax, bu şərt bizə ödənməlidir. Əla. Gəl yazaq. T1'imiz nədir? T1'in qiymətini yazacağım. T1'imiz bərabərdir. N vurulsun. A-nın yerinə uşaqlar. V kvadratı bölünsün R yazacağım. Çıxacağım MJ-ni. T2'miz nədir? T2'miz budur, baxın. Yazacağım ki, MJ plus N vurulsun. V kvadratı bölünsün R'dir. Əla. Əla. İndi mən buradan T2'ni tapsam, T2 olacaq 2 vurulsun T1'ə də, düzdür? Onda gəl həmin şərti burada tətbiq eləsəm, T2'nin yerinə yazacağım ki, MJ T2 MJ'dir. Plus N vurulsun V kvadratı bölünsün R bərabərdir 2 vurulsun MV kvadratı bölünsün R çıxılsın 2MJ. İndi mən buradan artıq bundan sonrası riyaziyyatdır. Fiskası burada öldü. Hər tərəfi M-ə bölürük. Nə tapacaq buradan? J üstəgəl V kvadratı bölünsün R bərabərdir 2V kvadratı bölər çıxılsın 2J. İndi uşaqlar, biz buradan artıq hesablama aparmalıyıq. Necə hesablama aparmalıyıq? Deməli, bunu keçirdə bu tərəfə, bunu keçirdə bu tərəfə. Deməli, 2J-ni sola keçirsək, olacaq 3J. Olacaq 3J bərabərdir 2V kvadratı bölərdən V kvadratı böləri çıxanda buradan da V kvadratını tapsaq 3J eləyəcək. Buradan V'ni tapsaq olacaq kök altında 3 vurulsun J vurulsun R. Bu da bərabərdir kök altında 3 vurulsun 10 vurulsun 3 vurulsun 10 vurulsun R də 0,3'dür. Olacaq 0,3. Bizə nə verəcək? Deməli 13 kök altı 9 V də buradan bərabərdir 3 metr bölünsün saniyə. Su. Cavab da həll oldu. Bu çox qəşəng, çox maraqlı bir sualdır. Aydındır. Başa düşdünüz uşaqlar? Kim başa düşmədi? Hə? Aydın müəllim. Aha.
bir sayına. İndi. Keçirik uşaqlar 24-cü suala. Deməli uşaqlar 24-cü sualda bizə deyir ki, 24-cü sualda bizə deyir ki, A təcili ilə sürüşür və cismə təsir edən sürtünmə qüvvəsini hesablayın. Deməli A təcili ilə sürüşür. Bu cismə mail müstəvi üzrə aşağı doğru 2 metr/saniyə sürətlə təcili ilə sürüşür. Cismə təsir edən sürtünmə qüvvəsini hesablayın. Baxın uşaqlar, biz bunu nə adlandırmışdıq? mg ağırlıq qüvvəsi, düzdür? 2 dənə freksiyalara ayırırdıq. Burası da alfa bucağı idi, yəni 30 dərəcə. Və buna bitişik tərəf olurdu mg kosinus alfa. Digər tərəfi olurdu, hara getdi bu? Digər tərəfi olurdu n reaksiya qüvvəsi. Aşağı doğru isə mg sinus alfa. Əla. Hərəkətin əksinə də nə yönəlir? Sürtünmə yönəlir də, əgər A təcili ilə sürüşürsə. Onda uşaqlar, mən burada əvəzləyici qüvvəni yazsam, aşağı sürüşdürən qüvvə mg sinus alfadır. mg sinus alfadan çıxacam F sürtünməni. M-a nə qədərdir? 20, çünki 10 vur 2 bərabərdir. M 10-dur, J də 10-dur, sinus alfa 0.5-dir. Çıxılsın F sürtünmə. Onda 20 bərabərdir, 50 çıxılsın F sürtünmə. F sürtünmə də buradan bərabərdir 30 Newton. Cavab 30 Newton olacaq. Keçirəm 25. Baxın uşaqlar, burada mən bunu 2 dəfə isbatını vermişdim sizə. Tərpənməz blok olduğuna görə qüvvələr bir-birinə bərabərdir. Yəni F1 bərabərdir F2-yə. Tərpənməz blok olduğuna görə qüvvələr bir-birinə bərabərdir. Radiuslara fikir verməyin. Burada şablon sualdır uşaqlar. Kvadratların cəmiyyətdə bu 15, 20, o 250 olacaq. Bunu artıq bilirik. 27-ci sual. 27-ci tərpənən və tərpənməz blokla bağlı bir sualdır. Necə yazmaq lazımdır? Demək uşaqlar, bizə deyir ki, yerə nəzərən sürəti. Yükün yerə nəzərən. Deməli, yükün sürəti nədir? 0.4 deyil. Aysal. İpin ucunun yükə nəzərən sürəti. İpin sürəti tərpənən olduğuna görə 2V yük olacaq. Bu da olacaq 0.8. Aha. Cavab 0.8 eləyəcək. Baxırıq 28-ci suala. Baxın uşaqlar, 28-ci sualda impulsun düzlüğünü yazırsınız. P bərabərdir n vurulsun V-dir. Və eyni tezliklə hərəkət edirlərsə, n vurulsun V-nin yerinə baxın 2πrn yazırsınız. 2πrn. Onda PA bölünsün PB 4-dürsə, onların kütlələrini hesablayın. Biz buradan kütlələri tapsaq, P bölünsün V-dir. Deməli, A nöqtəsi üçün MA-nı tapsaq, PA bölünsün VB-dir. Bu da bərabərdir. PA bölünsün. V-nin yerinə yazacağım ki, 2π A-nın radiusu R-dir, vurulsun N-dir. Bu A-nın kütləsidir. B-nin kütləsini hesablasam. Olacaq PB bölünsün 2π. İndi burada B-nin radiusu 2R-dir. Vurulsun 2R, vurulsun N-dir. İndi bunları bir-birinə nisbət aparsaq, MA bölünsün MB-ni aparsaq nisbət bərabərdir. Deməli, PA bölünsün 2π R vur N vurulsun. PB düşəcək aşağı. 4π vurulsun R vurulsun N yuxarı qalxacaq. Onda P-ren gedəcək sağa. 4-ü 2-yə böləndə burada qaldı 2. PA böl PB nədir? 4 deyil. 4-ü də 2-yə vurun. Cavab edəcək 8. D variantı.
Baxırıq. Müəllim, 27-ci suala bir dənə də baxın. Orada ipin sərbəst buzunun yükü nəzərən sürətini deyəndə sıfırına Yükə nəzərən deyir. çəkilsin. Əla, əla. Yükə nəzərən deyilsə uşaqlar biz ipi neçə tapdıq? İpi 0.8 tapmadıq. Yükün sürəti də 0.4-dür. Əgər nəzərən sürət deyirsə, onda ipdən yükü çıxacaq. 0.8-dən 0.4-ü çıxanda nə qalır? 0.4 qalmır. Ay sağ ol. Cavab 0.4-dür. Əla, əla Xədicə. Diqqət. Onu görməmişəm, nəzərimdən qaçıb. Baxırıq 29-cu suala. Baxın uşaqlar, bizə deyir ki, şəkildə OX oxu istiqamətində hərəkət edən cismə təsirini əvəzləyici qüvvənin istiqaməti göstərilmişdir. Sürətin Vx, impulsun Px və yerdəyişmənin S. Baxın uşaqlar, hər ikisi x oxu istiqamətinə isə bu necə hərəkətdir? Y-inləşəndir. Deməli 1 olacaq, 3 olacaq. Sürətlə impuls eyni istiqamətdir, bir də 5 olacaq. 1 3 5. Y-inləşən hərəkətdir 1 3 5. Baxırıq qeyri-müəyyən, daha doğrusu mütləq qeyri-elastik toqquşma. Uşaqlar, mütləq qeyri-elastik toqquşmanın son sürəti M1 V1 üstə gəl M2 V2 bölünsün kütlələrin cəmidir. M1 plus M2. Bu da bərabərdir. M vurulsun V üstə gəl. Bax V2 sükunətdədir. Sürəti 0-dır. Plus 0 bölünsün 2M. M'lər x-ə gedəcək. Onda buradan V2 bərabərdir. V bölü 2. V bölü 2 sürəti ilə bunun sürəti varsa bununla birlikdə yapışar buna sağa doğru hərəkət edəcək. Hər ikisi V bölü 2 sürəti ilə sağa, cavab B variantı. Baxırıq 31-ci suala. Bu maraqlı suallardan da bu da biridir. Necə yazmaq lazımdır? Deməli, buraları silək. Uşaqlar, maraqlı suallar hələ bundan sonradır. Qəşəng suallar var burada. Deməli, uşaqlar, bax, belə suallar qəbula düşə biləcək bir növ səviyyədədir. Baxın, bu cismdə, ta ki mən bu ipdə yarına gərilməni T götürürəm. Eyni ipdə eyni gərilmə olmaqla burada olanı da T götürürəm. Gəlir. Eyni ip olduğuna görə, indi bu ip biraz anormal getdi. Baxın, burada da eyni ipdə eyni gərilmə, buranı da T götürürəm. Əla. Onda burada 2T yaranmaz uşaqlar. 2T olar da, əla. Onda bunun kütləsi M1J-də. M1J bərabər oldu nəyə? 2T-yə. Bunun kütləsi isə M2J-dir. Bu nəyə bərabər oldu M2J? T-yə bərabər olmadı, əla. Onda Y1-in düsturu nədir? Y1-in düsturu M1J vurulsun H-dır. Y2-nin düsturu isə Y2-nin düsturu M2J vurulsun H-dır. Yaxşı. M1J 2T deyil. Yazacağım ki, bura 2TH. M2J-nin yerinə TH yazacağım. Y1 böl Y2 nisbət. Y1 bölünsün Y2 potensial enerji bərabərdir. 2 vurulsun T vurulsun H bölünsün T vur H. TH-lar gedəcək. Cavab qaldı burada 2. O da sizin qiymətiniz. Yəni sizin qiymətinizi verdi bizə. Aha. Aydın oldu uşaqlar? Bəli, müəllim. Ay sağ olun. Keçirik 32-ci suala. 32-ci suala aid keçən Mən dəfə. sabıram. Hara çıxırsan Hədicə? O biri dərsə gedim. Gedərsən də axı suallar qalıb. Amma kayıtdan baxarım. Dəqiq. Bəli, Yaxşı, çıxa bilərsən. sağ olun. Sağ ol. Aha. Baxın uşaqlar. Cisim A nöqtəsindən sərbəst düşür. Cisim yerə dəyən andakı kinetik enerjisi Y olduqda. Baxın uşaqlar, bunun yerə dəyən anda nöqtəsi hardadır? C nöqtəsidir. C nöqtəsində bunun kinetik enerjisi nəyə bərabərdir? Hə? C nöqtəsində kinetik enerji nəyə bərabərdir? Deyir ki, Y olduqda da, onda bunun C nöqtəsində potensial enerji var bunun? Yoxdur. Yer səhətindədir, 0-dır. Onda deyə bilərik ki, bunun kinetik enerjisi tamamilə tam mexaniki enerjiyə, daha doğrusu tam enerjiyə bərabərdir. Deyə bilərik də. Əla. Həmçinin A nöqtəsində də onu deyə bilərik. A nöqtəsində kinetik 0-dır. Onda deyə bilirik ki, potensial nəyə bərabərdir? Tam enerjiyə bərabərdir.
Yaxşı. Bu da nəyə bərabərdir? Y-yə bərabərdir də. Çünki bizə deyir ki, Y olduqda. Çünki tam enerjinin Y olduğunu bilirik artıq biz. İndi yaxşı, Y olduqda yer səhhətində olan hündürlüyü nə qədərdir bunun? 3h-dır da. 3h olanda hündürlük nəyə bərabərdir? Daha doğrusu tam enerji nəyə bərabərdir? Y-yə. Burada isə 2h-dır. Onda burada artıq kinetik başlayır artmağa, potensial başlayır azalmağa. Onda B nöqtəsində yerdən olan hündürlük 2h olduğuna görə potensial 2 mgh olacaq. Kinetik isə 1 mgh olacaq. Yəni belə götürə bilərik də. Ümumi 3 hissədən ibarətdirsə, B nöqtəsində potensial 3/2y olacaq. 3/2y olacaq. Amma kinetik isə 3/1y olacaq. B nöqtəsindən söhbət gedir. O da y bölü 3, cavab B. Keçək neçənci sualdır bu? 33-dür deyəsən. Aha. Baxın uşaqlar, A hissəsi və yaxud belə düşünün. A hissəsində bu yeyinləşən hərəkət edir. B hissəsində yavaşayandır. Yeyinləşən hərəkətdə iş müsbətdir. Yavaşayanda iş mənfidir. Əvəzləyici qüvvənin modulu sabitdir. Əvəzləyici qüvvənin modulu hər ikisində sabitdir. Kinetik enerji azalır. Yavaş mənfi iş görəndə. Kinetik enerji artır müsbət iş görəndə. 2, 5, 3, 1, 4. 2, 5, 3, 1, 4 cavab B. Cavab B. Keçirik bura. 34-cü sual. Bizə deyir ki, şəkildə harmonik rəqs edən cismin təcilinin zamandan asılı qrafiki verilib. Rəqslərin amplitudunu hesablayın. Uşaqlar, təcilin amplitud qiymətini bizə 36 verib, düzdür? Əla. Onda rəqslərin amplitudu. Biz buradan birinci periodu tapmalıyıq. Period da demişdim ki, əgər kosinus qanunu ilə, yəni müəyyən bir amplituddan başlayıb hərəkətə 4 dənə dilim sayın. 1, 2, 3, 4 və 4-cünün zamanı sizə periodu verəcək. T-ni tapdıq 0.4. Onda mən buradan omeqanı tapacam da 2 vurulsun pi böl T-dən. Omeqanı necə tapacam? 2 pi 2, 3 bölünsün 0.4'e. Bu da bizə verəcək 15. Omeqanı 15 tapdıq. Onda təcilin düsturunu bilirik də. Təcilin düsturu nədir? Omega bərabərdir. A bərabərdir. A maksimal omega kvadratı vurulsun xm-dir. Onda mən buradan xm-i tapsam, A maksimal nə qədərdir uşaqlar? 36. 36-nı böləcəm 15-in kvadratına, yəni 15 vur 15. Deməli 3 əksar eləyəndə 5 qalır. 3 əksar eləyəndə 12 qalır. 3 əksar eləyəndə 4 qalır. 3 əksar eləyəndə yenə 5 qalır. Bu da bərabərdir 4 bölünsün 25. 4-ü də 25-ə böləndə neçə eləyir uşaqlar? 4-ü 25-ə bölün 16 santimetr, eləmi? Hə? Bəli. Ay, 0. 16 santimetr. Düz tapdıq da, düzdür? Bəli. Ay, 16 santimetr. Keçirik 35-ci suala. Baxın uşaqlar, mən bunun qaydasını sizə dəfələrlə demişəm. Deməli, 1 nöqtəsi, 2 nöqtəsi. 1 nöqtəsində sürət maksimumdur. Sürət, impuls və kinetik enerji. Bunlar bir dəyişirdi. Uzanma, təcil, qüvvə və potensial enerji. Bunlar da bir dəyişirdi. İndi 1 nöqtəsində sürət ən böyükdürsə, deməli, impulsun modulu, 0,1 hissəsində sürət get-gedə artır. Deməli, impulsun modulu da artır. Qüvvənin modulu sürətin azalma istiqamətinə getməlidir. Yəni 1, 2. 2 getdi bura. Kinetik enerjinin qiyməti artır. Təbii ki də 0,1-də. Potensial enerjinin qiyməti artır. Təbii ki də 1, 2-də. Tam mexanik enerji sabit qalır hər ikisi. Vəsə, məsələmiz həll oldu. 1, 3, 5, 2, 4. 1, 3, 5, 2, 4, B var. 36 düsturlarla bağlı bir sualdır. Düsturlarla bağlı hansı düstur yaza bilərik? Əvəzləyici, daha doğrusu yaylı rəqqas mı, riyazi rəqqas mı? Hansıdır sizcə? Təbii ki də yaylı rəqqasdır, çünki sərtlik var. Onda belə yazırıq. Gəlin birinci perioddan yoxlayıb görək verir bizə.
Periyoddan yoxlayanda 2pi vurulsun kök altında n bölünsün k'dır. T'nin də yerinə t bölünsün n yazacağım. Kvadrata yüksələcəm hər tərəfi, kökdən azad olsun. N bölünsün k. Onda uşaqlar, burada kvadrata yüksələn t kvadratı, n kvadratı bərabərdir 4pi kvadratı, n bölünsün k'dır. Onda mən buradan m-i tapsam, deməli 4pi kvadratı, n kvadratı bölünsün t kvadratı vur k'dır. Bir saniyə. Səhv yazdım. Deyirəm axı nəsə alınmır. Tərsinə yazdım. Birbaşa yazdım, birbaşa da çaşdırır adam. Deməli, m-i buradan tapsaq, k vurulsun t kvadratı yuxarıda qalacaq surətdə. Aşağıda 4pi kvadratı vurulsun n kvadratı. O da nədir? Kütlə. D variantı. 37. 37-də nədir uşaqlar? Bizə nə deyir? Riyazi rəqqasların periyodları. Riyazi rəqqasın periyodu kütlədən asılıdır sizcə? Hə? Kütlədən asılıdır uşaqlar. Yatıblar. Müəllim kök altı aslı deyil. Kütlədən riyazi rəqqas. Riyazi rəqqasın düsturu nədir Səbriyə? T Aslıdır. bərabərdir 2pi vurulsun kök altında L bölünsün J deyil. Aysal. Burada sən kütləni görürsənsə halaldır sənə. Kütləni görürsən burada. Amma mən n bölünsün k ilə O qarşıladım. yaylı rəqqasdır, diqqətli ol. Kütlə yoxdursa, uşaqlar. Kütlə yoxdursa kütlələrə fikir vermirik. Nə bilim, istəyir 100 m olsun. Fərqi yoxdur. Sadəcə və sadəcə L-lərə baxırıq. L-i də ən böyük olan 2 edir. Onda 1-lər və 3-lər bərabərdir. Bunlar kiçikdir T2-dən. T1, T3-dən kiçikdir A variantı. Əla. Baxın uşaqlar, burada da eyni sualdır. Harmonik rəqs edən yaylı və riyazi rəqqaslardır. Düzdür? Harmonik rəqs edən deməli, bir saniyə. Aha. Demək uşaqlar deyir ki, harmonik rəqs edən yaylı və riyazi rəqqaslar göstərir. Rəqqasların periyodları bərabərdir. Həm periyodlar bir-birinə bərabərdir. Sərtliyini hesablayın. Uşaqlar, birinci yaylı rəqqasın, riyazi rəqqasın sərtliyi T1 bərabərdir 2pi vurulsun kök altında L bölünsün J. Yaylı rəqqasın periyodu isə 2pi vurulsun kök altında n bölünsün k-dır. Bunlar bir-birinə bərabərsə, bunları bir-birinə bərabərləşdirməliyik biz. Harda yazaq ki, hər iki tərəfə xoş keçsin. Deməli uşaqlar, gəl yazaq 2pi bölünsün, daha doğrusu 2pi vurulsun kök altı L bölü J bərabərdir 2pi vurulsun kök altında n bölünsün k. Və 2pi'lər qısar gedəcək. Onda hər tərəfi kvadrata yüksələndə qalacaq burada L bölünsün J bərabərdir n bölünsün k-dır. Məndən nəyi istəyir? Sərtliyi istəyir. Onda mən sərtliyi hesablasam mg-ni böləcəm L-ə. Südüstür aldığımda m 0,2. Bax, bu m-i götürürük. Diqqətli olun. Buradakı m mənə lazım deyil. 200 qramdırsa 0,2 eləyəcək. Onu da ona vuranda 2 bölünsün L 20 cm isə 0,2 metr. 20-yi də 2-yə böləndə cavab eləyəcək 10. Deməli, cavabımız 10 olacaq. Kim 10 yazıbsa düz yazıb. 39. Baxın uşaqlar, 39-a kənardan olan qüvvələr bir-birini tarazlaşdırır. Yəni, kompensasiya eləyir, bərabərdir. F4 bərabərdir F3-ə. Həmçinin buradan mayenin olan hündürlüyü də eynidir. Maye səhətinin olan hündürlüyü də demək. Yox, bunu deyə bilmərik bunun üçün artıq. Yanla. Deməli, F4 bərabərdir F3 yazdıq. İndi əsas məsələ F1 ilə F2-nin hesablanmasıdır. O da uşaqlar, hidrostatik təzyiq qüvvəsi olduğuna görə ρh vur S düsturudur. H-la düz asılıdır. Mayenin səhətində olan hündürlüyü.
Mayenin səhhətindən olan hündürlüyü. Mayenin səhhətindən olan hündürlüyü F1 bərabərdir rho G H1 vur S-dir. F2 bərabərdir rho G H2 vur S-dir. İndi F1 olan, yəni mayenin bu səhhəti hündürlüyü daha çoxdur, ya ən aşağı nöqtədə olan hündürlüyü daha çoxdur? Təbii ki də H2 daha çoxdur. H2 çoxdursa, deməli F2 də F1-dən nə olacaq? Böyük olacaq. Deməli F2 böyükdür F1, F3 F4-ə bərabərdir. Cavab C. Əla. Əla. Yorulmayın. Maksimum şəkildə yorulmayın, qətiyyən. Son bir ay qalıb uşaqlar. Yorulmaq deyilən bir şey ağlımıza gəlməməlidir. Qətiyyən. Yorulmayın, məğrur durun, mətin durun. Hər şey yaxşı olacaq. Deməli uşaqlar, mən tarazlıq nöqtəsini baxın bu xətt üzrə götürəcəm. Həmişə sualları belə işləyin. Ağzı açıq olduğuna görə B qabı buna atmosfer təzyiqi P0 təsir edir. Onda mən A nöqtəsi üçün təzyiq yazanda bunu dünənki sınav, 6-cı günkü sınavda da izah eləmişəm. A-dakı təzyiqi yazanda həm P0 olacaq, həm də nə olacaq? Bunun yaratdığı hidrostatik təzyiq də H. H hündürlükdə yaratdığı hidrostatik təzyiq rho G H olacaq. Amma B nöqtəsində yaratdıqda isə, B nöqtəsində, daha doğrusu C qabı üçün hidrostatik təzyiq azalacaq. Yəni P0 çıx rho G H olacaq. Artıq burada tarazlığı keçdiyinə görə bu H hündürlükdəki hidrostatik təzyiq artıqdır. Əla. A nöqtəsində P0 plus, B nöqtəsində P0 minus. Cavab olacaq C variantı. A qabı üçün, bir də C qabı üçün. Nəyə əsasən götürdük uşaqlar? B qabına əsasən tarazlığı qurduq. Əgər ortadakı qabdakı hündürlükdən çoxdursa C qabı, deməli C qabdakı təzyiq daha azdır. Amma yox. Niyə? Çünki belə düşünün də uşaqlar. A qabdakı təzyiq daha çoxdur ki, bu bunu sıxır, bu qalxır yuxarı. Həmçinin C-də olan təzyiq azdır ki, atmosfer təzyiqi bunu sıxır, bu qalxır yuxarı. Deməli təzyiq harda azdırsa, o daha yuxarı qalxır. Harda çoxdursa, o daha aşağıda olur. Diqqətli olun. Keçirik 41-ci suala. Deməli uşaqlar, fikir verin. Deyir ki, hər birinin qalınlığı H olan 6 eyni tircik suda üzür. Üstdəki 2 tircik götürsək. Baxın uşaqlar, burada yarı üzür də. Burada da 3V üzür. 3V-si kənarda qalır. İndi mən bunu silirəm, daha doğrusu ən yaxşı. Bunun ikisini götürürəm, silirəm. Baxın. İkisini götürdüm, sildim. İndi bunu qara ilə çəkəcəm. İkisini götürdüm, sildim. Nə qaldı burada? Bir dənə qalmadı. Bu həcmlər bərabərləşsin deyə, bunun bunu da silim. Aşağıdakı 3V-dən bir dənə V-si yuxarı gedəcək. Aşağıdakı 3V-dən bir dənə V yuxarı gedəcək. Yəni batmayacaq da. 2V-si suda üzəcək, 2V-si çöldə qalacaq. İndi mənə deyir ki, üstəki 2 hissəni götürsələr, suya batan hissə. Birinci halda suya batan hissə 3V idi. İkinci halda suya batan hissə oldu V. Daha doğrusu 2V. Onda nə qədər azaldı? H qədər azaldı. H qədər azaldı. Yəni 3H da deyə bilərik, 3V də deyə bilərik. Mən V ilə dedim, H siz götürün. H qədər azalacaq. Cavab B. Aydındır. Həmişə belə düşünün də, üstdəki çəkini, yəni üstdəki qabı götürəndə çəki azalır axı. Çəki azalırsa bu daha niyə batsın ki? Biraz da yuxarı çıxacaq da. Suyun üzünə çıxacaq. 42-ci sual. Bir cisim maye daxilində olan cisim bir vəziyyətindən iki vəziyyətinə gətirdikdə. Uşaqlar, hər iki halda üzdüyünə görə Arximed qüvvələri dəyişmir. Amma təsir edən qüvvələr dəyişir. Sol səhhətindən cismə qədər, birinci cismə qədər olan hündürlük H1, ikinci cismə qədər olan hündürlük H2 olduğundan, təzyiq qüvvəsi də
rho, j, h vurulsun s olduğuna görə təzyiq qüvvələri h-dan düz asılıdır. Deməli, ikinci halda h artdığına görə təzyiq qüvvəsi də artacaq. 4 olacaq. Doğru variant 3, 4. Keçirik 43-cü sual. Uşaqlar, ağzı bağlı olduğuna görə bunun həcmi sabitdir. Həcmi sabit olduğuna görə sıxlıq da sabit olacaq. Konsentrasiya da sabit olacaq. Qazın sıxlığı nə dəyişməz? Qazın sıxlığı A variantı. Verilmiş kütləli ideal qazın sıxlığının təzyiqindən asılı qrafiki verilmişdir. Hansı qrafik? Uşaqlar, baxın, deməli, verilmiş kütləli ideal qazın sıxlığı 1-2-də sıxlıqla təzyiq düz asılıdırsa, deməli, bu izotermik prosesdir. T konstantdır. Və həcm burada azalmalıdır, çünki təzyiq artır. 2-3-də sıxlıq sabitdirsə, deməli, bu izoxor prosesdir. Amma temperatur artır, həmçinin sıxlıq, təzyiq də artdığına görə. Amma 3-4 prosesi izobardır, çünki təzyiq sabitdir. Sıxlıq azaldığına görə temperatur artacaq. Həmçinin həcm də artacaq, çünki izobar prosesdə temperatur həcmdən düz asılıdır. Onda baxırıq qrafiklərə. Birinci qrafik temperatur sabitdir, həcm azalır. Temperatur sabitdir, həcm azalır, səhvdir. Temperatur azalır, həcm sabitdir, Y də səhvdir. Deməli, üçüncü qrafikdə təzyiq sabitdir. Təzyiq sabitsə C də səhvdir. İzoxor D. D variantı uşaqlar. D variantıdır. Baxın, 1-2-də temperatur sabitdir, həcm azalır. 2-3-də həcm sabitdir, temperatur artır. 3-4-də isə hər ikisi artır. Baxırıq 45-ci suala. Baxın uşaqlar, doyan buxardır. Temperatur sabitdir, həcm artdırsa, doyan buxarda sıxlıqdır, konsentrasiyadır və təzyiqdir. Sabit temperaturda həcmdən asılı deyil. Həcmdən asılı deyil, amma həcm artdığına görə cavab C olacaq. Keçirik 46-cı suala. Baxın uşaqlar, sabit temperaturda Porschen 1 vəziyyətindən 2 vəziyyətinə gəlir. Temperatur burada sabitdir. Deməli, bu izotermik sıxılmadır. Niyə? Çünki həcm azalır. Həcm azalırsa, doyan buxarın sıxlığı temperatur sabit olanda nə dedik? Dedik ki, asılı deyil də. Doyan buxarın sıxlığı dəyişməyəcək. Mayenin kütləsi isə kondensasiya prosesidir. Mayenin kütləsi get-gedə artacaq. Çünki buxar mayeyə çevriləcək get-gedə. Ona görə mayenin kütləsi artar, dəyişməz, cavab B. Keçirik 47-ci suala. 6-cı gündə olan sınavda da bunu izah eləmişdim. Demişdim ki, əgər yaş termometrin göstəricisi ilə qoru termometrin göstəriciləri bir-birinə bərabər olsa, nisbi rütubət 100%-dir. Amma aralarındakı fərq çox olsa, nisbi rütubət az olacaq. Aralarındakı fərq az olanda isə nisbi rütubət çox olacaq. İndi burada olan fərq 3-dür. Burada olan fərq 5-dir. Deməli, çox olanda fərq, nisbi rütubət az olur. Deməli, burada olan nisbi rütubət böyükdür ikinci halda. Amma qoru termometrlərin göstəriciləri hər ikisində eynidir. 20-dir, bu da 20-dir. İndi deyəcəksiniz, müəllim, qoru termometri hardan tapdınız? Hardan bildiniz qoru termometri 20-dir? Baxın uşaqlar, qoru termometrin göstəricisi elə otağın temperaturudur. Yaş termometr, baxın, bura yaş bir salıda ya suya ya da ki bir əskiyə bağlayıb. Əla. Deməli, havanın temperaturu elə qoru termometrdir, otağın temperaturudur. T1 bərabərdir T2-yə. F1 böyükdür F2-dən. T1 T2, F1 böyükdür F2, B variantı. Keçirik 48-ci suala. Uşaqlar, 48-ci sualdır, axırıncı sualdır. Yatmamısınız? Xeyr. Hə? Xeyr, müəllim. Xeyr. Yatmamısınız uşaqlar? Hə? Xeyr. Dəqiq. Xeyr, müəllim. Nəsə yatmayın. Yatan uşağa oxşuyursan, Ömər.
Mənim də dilim dolaşdı uca. Yo, yo, yatmamışam. Hə? Yatmamışam, mən buradayım. 100%. Yaxşı. Ne yapar? Murad 3-cü yuxudadır uca. Hə Murad? Yo, mən buradayım mən. Yaxşı. Ramindir, Şamardır. Şamar 100% yatıb indi. Buradayım ben de. Buradasan Şamar. Neçə dəfə yatıb durmusan Şamar? Düzündür. Sabah esnə eləmənə. Uşaqlar, Allah əziyyətinizi yerdə qoymayacaq inşallah. Amin. Aha, baxırıq 48-ci suala. Baxın uşaqlar, 48-ci sual belə qəbula düşə biləcək bir tip var onda. Düşə də bilər. Ona görə məni diqqətlə dinləyin. Diqqətlə dinləyin. Diqqətlə dinləyin ki, birinci hissənin başına daş salaq. Bitsin, getsin artıq bu birinci hissə. Deməli, diametrləri eyni olan alüminium məftillərdən yüklər asılmışdır. İkinci məftilin nisbi uzanması epsilon 2 bərabərdir 0,6. Birinci məftilin nisbi uzanmasını hesablayın. L0 1 bərabərdir 2L0 2. Deməli, kütlələri də bizə verib M1 M-dir, M2 bərabərdir 2M-dir. Yaxşı uşaqlar, mən burada hansı yanaşma eləyəcəm? İndi bu qədər mən danışdım, biraz da siz danışın. Hansı yanaşmalar eləyəcəm? Hə, bizə epsilon 2-ni verib, birinci məftilin nisbi uzanması. Hə, birincinin məftilin başlanğıc uzunluğu arasında münasibətdə verib bizə deformasiya elastikdir. Ay sağ ol. İndi hansı münasibətdən yola çıxacam burada? Deyin elə. Hə uşaqlar? Delta L bölünsün L0 düsturunda. Necə? Delta L bölünsün L0. Aha, necə olacaq bəs? L0 L düsturunda. Başqa fikri olan Mədinə necə yazmısan? Yazmamışam ben. Yazan yoxdur içinizdə və fikirləşin də biraz. Fikirləşin elə. Mənim bir dənə deməyin özümüz baxaq. Yaxşı. Düzeyim mənim bir dənə özümüz fikirləşək. Yaxşı. Beynim tormuzlanıb bir şey. Yaxşı, fikirləşin uşaqlar, fikirləşin. Mənim burada cavab 0,3 alınır. Bilmirəm ki, Mən deyim. biraz uşaqlar fikirləşsin sonra. Yaxşı. Məndə gəlmədi. Yaxşı, deyin elə, kim tapdı, desin əlinə sən. De elə. De elə. Mən deyim. Aydan, de elə. Mənim birinci nisbi uzanmanın düsturunu yazdım. F bölü SY. F böl SY. Hə. Aha. Sonra oradan da hər məftil üçün ayrı-ayrı düsturlarını yazdım da. Elə M1 olacaq M. M1 var orada. Hə də birinci kütlə. Hı.
M1 M olacaq. M2 2M olacaq. Hı -hı. Sonra düsturda biz baxdıq axı kütlə ilə nisbi uzanmanın asıllığına. Hı -hı. Oradan da ki elə bir nisbi uzanma birinci ikincinin yarısına bərabər olacaq. İkincinin nisbi uzanması 0,6 idi axı. Böldüm 0,3 tapdım amma əmin deyiləm. 0,3 düzdür. Biz nə demişdik uşaqlar? Biz nə demişdik? Biz demişdik ki, epsilon, yəni nisbi uzanma nədən asılı deyil? Başlanğıc uzunluqdan asılı deyil. Düzdür? Onda biz bunlara baxmayacağıq. Düstur var idi da, qayda var idi. Nisbi uzanma başlanğıc uzunluqdan asılı deyil. Düzdür? Hə? Bəli. Onda düsturumuz epsilon bərabər idi. Bax, deməli necə idi düsturumuz? F bərabərdir y vurulsun, epsilon vurulsun, s deyildi. Buradan da biz epsilonu tapanda f'i bölürdük nəyə? S-yə. S ilə f'in də yerinə mc yazırdıq. Mc bölünsün s-yə. Düzdür? Aysa, onda SC-lər hamısı eynidir, diametrlər eynidir, yonx modulları eynidir, alüminium məftil olduğuna görə. Epsilon 1 bölünsün epsilon 2-yə bərabərdir M1 bölünsün M2-yə. Bu da bərabərdir. Epsilon 2 0,6, epsilon 1 bilmirəm nə qədərdir. M1 M-dir, M2 2M-dir. Onda bu M-lər buradan gedəcək. Epsilon 1'i tapsam ne olacak? 0,3 verəcək. Aydındır. Bəli. Ay sağ olun. Başa düşdünüz uşaqlar? Aydındır uşaqlar. Bəli. Ay sağ ol. Əla. Deməli biz axırıncı sualın da axırına çıxdıq. Başına daş saldıq. İndi deyin görün mənə 48 dənə sualdan kim neçə dənə düz yazdı? Hı? Səbriyə, neçə dənə düz yazmısan? 44. 48-dən 44. Aha. Sevinç. Mən 5-ni yazmamışdım, 3-ü də səhvdir. Başa düşdün yazmadan?